bilmirik. O zaman onun car çəkməyinin hikməti nədir? Alimlər deyir ki, onun səsini biz birbaşa ruhumuzda, qəlbimizdə eşidirik. Neynə? Biz görürsünüz, heç vaxt qıla bilmədiyinizi siz Ramazanda qılırsınız. Düzdürmü? Heç vaxt oxuyamadığınız Quranı Ramazanda oxuyursunuz. Düzdürmü? Yəni qəflətə və lağlağıya yer ayırmasanız, imanın dadını məhz bu ayda, əməli başda, səmərəsi ilə qarışıq siz hiss edirsiniz. Və görürsən ki, qeyri-Ramazan ayında bir cüz oxuya bilməyən insan bu ayda 500 oxuyur üzündən. Düzdürmü? Subhanallah. Bir tərəfdən carçı çağırır. Bir tərəfdən şeytanlara həm zəncirlər, həm qandallar taxılıb. Digər tərəfdən وَفُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ وَغُلِّقَتْ أَبْوَابُ النَّارِ Və deyir, cənnət qapıları tay başı tay açılır. Subhanallah, bu nəfəxat-ül rəhmətdir, rəhmət küləkləridir. Cənnət qapıları açılır və sakinlərini sanki çağırır. Hə? Tələsin, hə? Həmçinin rivayətlərdə gəlib ki, və cənnət bəzədilər. Ramazanda cənnət bəzədilər. Nə ilə bəzənilir? Havqalə, la havlə və la quvvətə ilə billah, və təsbihat, subhanallah, bihamdi, subhanallah, və təhlil, və təkbir, elhamdülillah, və Allahu Ekber, zikirlər və s. Nə ilə bəzənir? Kəfrətül Qur'an, qiraətül Qur'an və tilavətuh. Quran-ı Kerim çox oxumanı, cənnət, zaten cənnətin sərvəti, xəzinələri bunlardır. Allah Nəbisi sallallahu aleyhi ve sellem sizə bol-bol zikirlər tərk edib gedib, belə deyil mi? Bol-bol zikirlər. Niyə görə? Bunlar cənnətin əkinləridir, qardaşlar. Qayda götürün. Yəni, əd'iyyət-i nəbəviyyə, Peyğəmbər sallallahu aleyhi ve sellemin mübarək sünnə xəzinəsindən bizə miras qalmış dualar cənnətin əkinləridir. Onları eləməklə sən cənnətində özünü hiss eləmədən burada saray tikirsən. Burada başqa saray tikirsən. Həmin o zikirlər eləməklə. Burada ağaclar əkirsən. Burada nə bilim çaylar axıdırsan. Yəni cənnət bina olur. Bina olur. Onun binası nədir? Fəhlələrdir? Yox. Onun binası nədir? Hər hansı bir şirkətlərdir? Yox. Məhz bu əd'iyyə ən-nəbəviyyə vəl-əzkar ən-nəbəviyyə sallallahu aleyhi ve sellem, yəni Peyğəmbər sallallahu aleyhi ve sellemdən bizə miras qalmış bu mübarək dualar, zikirlər sənin cənnətini bina edir. Deyir ki, وَغُلِّقَتِ الْأَبْوَابُ النَّارِ Ramazan girməklə cənnət qapıları tay-batay açılar və cəhənnəm qapıları da demədi uğliqat. Var uğliqat, var gulliqat. Gulliqat min siyaq-lə mübalağa. Yəni bunlar dalbadal bağlanır. Hamısı cəhənnəm qapıları bağlanır. Biz bunu dərk eləmirik, çünki görmürük. Amma qəbirdə yatanda bunu dərk eləyəcək. Bunu hiss eləyəcək, bunu görəcək. Subhanallah, hətta qəbir əhli Ramazan ayını hiss eləyir. Çünki cəhənnəm qapıları bağlanır, təsir var. Cənnət qapıları bağlanır, təsir var. Subhanallah. Bu ay o qədər mübarəkdir, o qədər gözəldir ki, sələflər təmənna elədilər ki, onların bütün ayları Ramazan kimi olaydı. Subhanallah. Yəni, insan həmişə arzuluyur da, söhbət mömindən gedir ki, ya Rab, ha vaxt mən sənin dostun olacam. Həqiqətən bezdim, yoruldum. Zahirdə sənin dostun, batində isə sənin düşmən olmaqdan bezdim, yoruldum. Nə qədər olar bu asilik, ya Rab? Bu nəfsim niyə məndən güclüdür? Bu ayda tərsi nədir? Bu ayda möminlər hamısı Allahın dostu olur. Zahirdə də, batində də, yoxsa elə deyil. Hamının iç dünyasına, üst dünyasına eyniləşir. Buna görə sələflər təmənna elədilər ki, bütün aylar Ramazan ayı kimi olsun. Düzdürmü? Subhanallah. Hətta Ramazanda düşünürsən ki, ya Rab, Ramazan bitəndən sonra onların qandalları qopacaq. Zincirləri sınacaq. Vay mənim halıma. Gör mənə nə gözdür. Həqiqətən yəni, salihlər Ramazanın getməsindən qorxardılar. Ramazan gedəndən sonra zəmanət qapıları sanki zəmanət gedir. Sanki yəni sən fitnə ilə üzbəüz qalırsan. Ona görə qardaşlar, tövsiyəm öz nəfsimə və sizə Ramazanda dualara çox fikir verin, duaları çoxaldın. Hüsnül xatimə istəyin Allahdan, sabitlik istəyin. Sabitlik istəyin. Yəni indidən bu Ramazandan digər Ramazan arasında garantinizi alın. Yəni Allahumma bəlliğnə Ramazan, min Ramazan ilə Ramazan. Sələflərin məşhur dualarından Allahumma aid aleynə Ramazana عديدا وأزمنة مديدة ونحن بالصحة والسلامة والأمن والأمان
Məşhur dualarından ey Rabbim Ramazanı bizə hər dəfə qaytar təzdən. Yəni bizi növbəti Ramazanlara ulaşdır, çatdır. Ədidən və əzminətən mədidə. Və biz bu Ramazanlarda sihət və səlamət və iman üzərində olaq. Çünki İraq olsun, iyazın billah, buradakilara və heç bir mümin qardaş və bacıma Allah göstərməsin. Ola bilsin Ramazan gəlsin. Amma Ramazan gələndə səni mümin kim tapmasın, kafir kim tapsın. Faydası var o Ramazanın sənin üçün gəlməyə? Yoxdur. Ramazan qayıdır. Amma səni tapmayıb. Sən artıq müminlər sırasında deyilsin. Vallahi qardaşlar, insanlar tanıyıram, bizlə bərabər təravih qılardılar. Ramazan orucu tutardılar, hal-hazırda deistlər. Vallahi tanıyıram. Deist, kafir. Allah inkar edir. Peyğəmbərindən dil uzadır sallallahu aleyhi ve sellem. Vallahi. Yəni onu ki Allah'tan sabiti isteyin. Allah'tan sabiti isteyin və bu Ramazan böyük fürsətdir. Duaları çoxaldın. Allah xüsus Qədir gecəsində. O gecə hər bir dua için mələk nazil olar. Duanı götürüb aparar. Dualarınızı çoxaldın. Əla xüsus hüsnəl xatimə və səbət aləd-din. Dində sabit olmaq və gözəl xatimə üçün möhkəm dua isteyin. Möhkəm. Ramazanın hər gecələri. Sonra bir şey sizə xatırladım. Bir rivayət var. O rivayət insanlar arasında çox məşhurlaşıb. Amma o rivayətin isnadı zəifdir. Və məşhurlaşan rivayət odur. Nədir? Ramazanın ilk 10 günü rəhmət, orta 10 günü məğfirat, bağışlanma və axır 10 günü nədir? Əl-itqu minən-nar. Düzdür, hədisin mənbəyi var. Hədis rivayət olunub, hədis kimi gəlib, hədis kitablarında. Amma alə-təhqiq, yəni araşdırmalar göstərir ki, mühaqqiq alimlər deyir ki, bu hədis zəifdir. Və bundan da səhih olan hədisə müxalifdir. Səhih olan hədislər nədir? Ramazanın 30 günün hamısı fihi nəfəxatur rəhmət. Hamısı elədir. Hamısının içində rəhmə və məğfirə və itqi minən-nar. Üçü birdəndir. Hər günündə və hər gecəsində. Və hətta bir rivayətə gəlir ki, lillahi fi kulli leylətihə. Bu ayın hər bir gecəsində Allah-u Teala'nın cəhənnəmdən azad etdiyi kəslər var. Yəni siyahı var. Allah Teala baxır ki, gün ərzində qulum Abdullah nətər özünü apardı oruçlu ikən. Həlkəni yaxsxab, necə hədisdə gəlib ki, kim bunu etməzsə, onu etməzsə, onu etməzsə, orucu düzgün sayılar. Edərsə ona yalnız aclıq və susuzluq qalar. Gəlmir hədislərdə. Qışqırmaz, bağırmaz, yumruq atmaz, döyməz. Kim ona əl uzatmaq istəyəndə, qali inni saim, deyər mən orucam, toxunma mənə. Toxunmazlığı təmin olunub bir başqa ilahi tərəfindən. Yəni bu hüdudları qorudu mu yəni, subhanallah, elə deyilmi? Və elə bir oruç tutmasın ki, bu oruç onun üçün yalnız aclıq və susuzluqdan başqa bir şey saxlamasın. Elə bir oruç tutsun ki, bu oruç ona fayda versin. Qardaşlar, orucun biz həqiqətən əksəriyyətimiz incimində mahiyyətini, onun fəzilətini dərk eləmirik. İnşallah, əgər onu haqqı ilə tutsaq, onun tam mahiyyətini dərk eləyəcək tərəzinin yanında duranda. Deyən nə üçün? İmam Əl-Buxarinin Cami-i Sahihdə çox gözəl bir hədisi vardır. Əbu Hureyra ravidir. Buyurur ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, kullu amel ibn Adem'e lehu illas-siyam. Adem evlatlarının bütün əməlləri onun özü üçündür. Yalnız oruçlar. Allah Teala buyurur, hədis qudüsüdür. Kullu amel ibn Adem'e lehu illas-siyam. Adem evlatlarının bütün əməlləri olan özü üçündür. Yalnız oruçlar istisna. Fe innehu li. Allah buyurur subhanahu ve teala. Yalnız oruç o mənimdir. Ve ene eczi bih. Onun mükafatını özüm saxlamışam. Özümə saxlamışam. Özüm verəcəm. Mükafatı nədir? Kim deyə bilər? Mükafatı təyin olunmayıb. Təyin olunmayıb. Mükafatı bilinmir. Bəzi alimlər bu qənaətə gəldilər. Allah haqqında xoş sən olaraq. Dedi, ola bilsin ki, bir qiyamət günü bir bəndə tərəzin yanına gəlsin. Göstərsinlər əməllərini, maşallah, 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 6 milyard həsənət, savab. Günahları 7 milyard yarım. O da girməlidir. Günah çoxdur. Neyniyək? Alimlər deyir ki, Allah Teala bəzi əməllər ki var, onun savabı təyin olmayıb, onları axıra saxlayacaq. Və deyəcək ki, qulumun nəyi var? Deyəcəklər ki, qulumun orucu var. Gətirin. Tərəziyə qoyun. O qədər ağırlaşdırsın ki, ta ki onu oddan qutarana kimi. Çünki savabı təyin olunmayıb. Yəni biz birləri az qalmışıq da, hə? Susuz qalmışıq, düzdürmü?
Allah canımız qurmar. O sözü nə var ki, ac qalmaq. Cəmaat şəhid olur Allah yolunda. Elə deyil, canlı, ruhunu, bədəni, malını, hər şeyini verir. Nə olub ki, susuz qalmışsan, ondan da gözəl sularla təmin olmuşsan günəş batırandan sonra. Ac qalmışsan, ondan da gözəl tamamlara əlin ulaşıb, elə deyilmi? Amma əvəzinə gör mükafat nə qədər böyükdür, əzəmətli bir mükafatdır. Həmçinin bu ay səbir ayıdır və orucun da isimlərindən əs-sabr və ayın da isimlərindən şəhrus sabr. Allah Subhanahu taala həmçinin buyurur ki, "İnnəmə yuvaffas-sabirun ecrahum bighayri hisab." Şübhəsiz ki, səbr edənlərin mükafatı təyin olunmamışdır. İnnəmə yuvaffas-sabirun ecrahum bighayri hisab. Səbr edənlərin mükafatları təyin olmamışdır. Yəni onlara mükafat sonsuz qədər veriləcəkdir. Qiyamət günü onlar başını qaldırıb qəsrlər görəcəklər. Deyəcəklər, bu hansı peyğəmbərlərin qəsrləridir? Bu kimin mükafatıdır? Cavabında bu səbr edənlərin mükafatıdır. Onların məqamını hətta peyğəmbərlər qibt eləyəcəklər. Bunlar dünyada ikən həyatı olmayan insanlardır ki, səbr edib, şükür edib və sabit qalıb ölüblər. Ona görə yəni burada bir təsəlli var. O bacı ki, misal üçün xərçin xəstəsidir, illərlə həm yoxsuldur, həm kasıbdır, həm ər onu boşub gedib, həm uşaqlarını qalıb, həm uşaqlar tökülüb belə qalıb, həyatı belə dözülməz. İnnəmə yuvaffas-sabirun ecrahum bighayri hisab. Şübhəsiz ki, səbr edənlərin mükafatı hesabsız veriləcəkdir. Həmçinin və cəzahum bimə sabaru cənnətən və harira. Onlara qapıdan girəndə, digər ayət-i kərimədə və sələmun aleykum bimə sabartum fe ni'mə uqbəddar. Qapıdan girəndə mələklər onlara deyəcək ki, sələmun aleykum. Marhaba, xoş gəldiniz. Sələmun aleykum. Allahın salamı üzərinizə olsun. Bu nə gözəl bir diyardır. Səbr etdiyinizə görə daxil olun. Fikir verin, səbrə bağladı. Həmçinin və cəzahum bimə sabaru cənnətən və harira. Onlara ipəkdən libaslar geyindiriləcək. Cənnətin qapısına girəndə. Cəzahum. Mükafatları onların bimə sabaru. Səbr etdiklərinə görə. Və bu ay səbr ayıdır. Susuzdan yanıram, evə gəlmişəm. Kim görəcək ki, evdə bir bardaq su var? Yox, səbr ayıdır. Bəs bu ay təqva ayıdır. Baxın kitab əhlinə, subhanallah. Oruç tuturlar, amma oruçları batil. İnnə dinə indəllahil İslam. Allah qatında İslamdan başqa bir din işləmir. Qəbul deyil. Oruç tuturlar. Ərziyyə çəkirlər, amma qəbul olunmur. Görün, subhanallah, biz necə bir nimət içindəyik. Biz əzəmətli bir aydayıq. Bu ayın qədrini bilək. Və orucu bəziyin. Bol-bol Quran oxumaqla, təsbihat eləməklə, zikr eləməklə, qışqırmaqla yox, bağırmaqla yox, dava eləməklə yox, PlayStation oynamaqla yox, iqra oynamaqla yox, bütün gün telefonda və kompüter başında keçirməklə yox, şeytan aldadır. Əziz, gözəl körpə balalarımız, əziz balaca qardaşlarımız, 30 il bundan qabaq biz də sizin kimi kiçik uşaqlar idik, amma biz sizdən xoşbəxt idik, inciməyin. Çünki bizim zamanımızda nə bu əl telefonları yox idi, nə onun içindəki iqralar yox idi, nə PlayStation yox idi, Azərbaycan gəlib çıxmışdı. Biz Ramazan yaşayırdıq. 15 yaşında, 16-17 yaşında. Bizim yaşadığımız Ramazanı siz yaşaya bilmirsiniz. Həqiqətən siz fitnə zamandasınız. Həqiqətən siz fitnə zamandasınız. Yəni sizin Ramazanınızı şeytan çox oğuruyur məharətlə. Saatlarla vaxtınız keçir harada? Yəni iqralarda keçir. Məhdudiyyət qoyun. Demirik ki, qadağandır. Haram da eləmirik. Sadəcə onlara Ramazan orucunu qoru. Ramazan orucunu qoru. Eyb yox. Orucu bitərəndən sonra belə canının qurduğunu öldürməkdən ötürü 30 dəqiqə oynaya bilərsən. Ta səhərdən axşama kimi Quran-ı Kərim qalıb orada və həmçinin hədislərdə gəlib ki, qiyamət günü Quran gələcəkdir. Necə gələcəkdir? Nə cür gələcəkdir? Qiyamət günü görəcəksən və danışacaqdır. Allah təala ona nitq qabiliyyəti verəcəkdir. Quran qiyamət günü şikayət edəcəkdir. Və həmçinin oruc gələcəkdir. Necə gələcəkdir? İnsan surətində, məxluq surətində bilmirik. Danışacaqdır. Allah-u Teala ona nitq qabiliyyəti verəcək. Bunlar lehimizə ya da əleyhimizə şahid kimi gələcəkdir. Rivayətlərdə oruc deyəcək ki, ey Rabbim, mən bu qulu şəhvətindən mən etdim sənin üçün. Məna'tuhu min şəhvətihi fikə. Yəni halala da yaxınlaşmadı. Harama da yaxınlaşmadı. Və şəffi'ni fih. Eləsə mənim şəfaatimi qəbul elə, ya Rab, mən gəlmişəm onu cənnətə varmağa. Sənin orucun sənin dostluğundur, ya düşmənindir qiyamət günü, bunu bil. Gələcək sənə şəfaat eləməyə. Quran-ı Kərim gələcək, həmin hədislərdə deyir ki,
mena'tuhu min nevmi ve rahati. Ey Rabbim onun rahatından ve yuhusundan men ettim. Yani kalkırdı, teravih kılırdı, kalkırdı, teheccüd kılırdı. Ve Kabe'ye gidenler bunu yaşayıp, bütün gecen orada kalkırsan namaza, geceler yatmışsan. Kur'an gelecek diyecek ki Rabbim gelmişim onu cehennemden kurtarmak için senden almaya şefaat etmeye. Feşeffi'ni fih. Bu şeyleri biz kazanmalıyız. Hem şimdi şehr Ramazan, Ramazan ayda ya bizim lehimize şahit olacak, ya bizim aleyhimize şahit olacak. Allah subhanahu teala bizi məhrumlardan ve bədbəxtlərdən eləməsin, xatimemizi gözəl eləsin ve bizi bağışlayan qullarına eləsin. Həmin o rivayətə qayıdıram, mövzudan çıxmamışdan qabaq. Səhih rivayət nədir? وَلِلَّهِ فِي كُلِّ لِيلَتِهَا عُتَقَى. Allah Teala'nın Ramazan'ın her gecesinde cehennemden azat ettiği kullar var. Her gecesinde. Deməli Ramazan'ın her günü, her gecesi rahmetli, mağfiretli ve her gecesi nedir? Cehennemden azat ettiği kulların siyahisi var. Çalış o siyahının içerisine bu Ramazan düş. Olabilsin ki gelen Ramazan'a çatmayasın. Bu Ramazan düş olabilsin ki yazın billah gelen Ramazan sene çatmasın. Nece o belki insanın misal kimi. Ramazan geldi ama insan dinde değildi. Yazın billah. Ve özü inden. Ondan azad ile Allah'ın lütfünden yalvararak isteyerek de ki o bir deferik azad olmaktı. İndi azad oldun bir de ahire kimi artık mesele halloldu. Ama bilmirsen yani havah oldu. Çalışın yani bir birri ve sılati yani yaxşılıq eləməklə qohum qonşuya, əqrabaya və salih işləri çoğaltmaqla bunu əldə